Avesta həqiqət haqqında. Avestaya görə, Zərdüştə görə yerlərin və göylərin idarəçilərindən biri, hələ bəlkə birincisi məhz həqiqətdir. Tanrı Ahura Mazda həqiqəti o qədər böyük yaratmışdır ki, bütün ruhani alam, bütün cismani alam onun içindədir. Dəyərli filosofumuz Müşfiq Ötkün deyir ki, gərək həqiqəti yeyəsən. Bəh, çox gözəl deyir. Əsl filosof sözüdür. Mən də deyirəm ki, gərək həqiqəti dilinlə, dodağınla dadasan. Gərək həqiqəti gözünlə, göz yaşınla dadasan. Gərək həqiqəti ürəyinlə, qəlbinlə, ruhunla dadasan və biləsən bu nə zövqdür və onun zövqünü biləsən. Həqiqət o qədər böyük bir gücdür ki, həqiqət o qədər böyük bir nəşədir ki, həqiqət o qədər böyük bir məmnunluqdur ki, sən ruhunla, ağlınla, düşüncənlə, vücudunla vurulmaq istəsən, sevmək istəsən, xoşbəxtliyə aşiqlər kimi aşiq olmaq istəsən, gərək xəyallarınla yenə də həqiqəti dadasan. Xəyallarınla həqiqəti daddın, sevəcəksən. Ona görə Tanrı Ahura Mazda deyir ki, həqiqət ən böyük xoşbəxtlikdir. Həqiqətdən kənarda heç bir xoşbəxtlik yoxdur. Həqiqətdən kənarda olan bütün yollar yolsuzluqdur.